pensiyaya şamil olunan bu artım üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin yeni əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu ildə uğurla davam etdirilməsinə imkan yaradır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, sərəncamla 2025-ci ilin yanvarın 1-ədək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən 2024-cü il üzrə orta aylıq əmək haqqının illik artımına uyğun olaraq 8,1% indeksləşdirməklə bu ilin 1 yanvar tarixinə artırılır. Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları və s. yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısının sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesablarında 2025-ci ilin yanvarın 1-ədək qeydə alınmış pensiya kapitalları da 2,2% indeksləşdirilərək artırılır. Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əmək haqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir. Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamına uyğun olaraq reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əmək haqqı 345 manatdan 16% artımla 400 manata çatdırılıb. Özəl sektorda daxil olmaqla bir sıra sahələrdə də əmək haqqları artırılıb. Habelə fevralın 1-dən minimum pensiyanın 280 manatdan 14,3% artımla 320 manata çatdırılması nəzərdə tutulub. Müavinət və təqaüdlər də yaxın aylarda artırılacaq. Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə də yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir. Pensiyalar haqqında artım və vacib məlumatları anında almaq istəyirsinizsə kanala abunə olun və like atın.